Nərimanov metrosu Heydər Əliyev mərkəzinin yanında yerləşən premium binalardan sayılan Zümrüd Rezidensidə bu gün sizə təcili satılan qanuni 3 otaqlı mənzil təqdim edəcəm. Hal-hazırda biz mənzilin ümumi qonaq otaq hissəsindəyik. Hər iki pəncərə vitrajlı, yer parketdir, qranit mərmər olan hissələr isə isti döşəmədir. Mənzilin ümumi sahəsi 142 kvadrat metrdir və çıxarışlıdır. 16 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşir. Mənzildə təmirdən sonra yaşayış olmamışdır. Təmir zamanı keyfiyyətli materiallardan istifadə olunmuşdur. Mətbəxin qarşısındakı eyvana həm qonaq otağından, həm də mətbəx hissəsindən çıxış mövcuddur. Binada qaz, su, işıq daimidir və qeyd edilən mənzil çıxarışlıdır. Bura isə mənzilin sonuncu yataq otağıdır və mənzilin ümumi hol hissəsində yerləşən çamaşır otağı, onun yanında isə ümumi sanitar qovşaq. Ətraflı məlumat üçün səhifədə qeyd olunan nömrə ilə əlaqə saxlamağınız kifayətdir.